Salam, xoş gördük hər birinizi. Bugün Tanrı nədir sualı ətrafında fikir mübadiləsi aparmaq istəyirəm. Bu sualın özü Tanrı mövcuddurmu sualı qədər vacib əhəmiyyət kəsb edən suallardan biridir. Əgər biz bu sualı Tanrı nədir sualının cavabını məntiqi müstəvidə analiz etməyə başlasaq, əslində bu sualın daha əvvəl səsləndirdiyimiz Tanrı mövcuddurmu sualı ilə birbaşa bağlı olduğunun şahidi ola bilərik. Yəni, məntiqi müstəvidə əgər hər hansı bir subyekt mövcuddursa, mütləq həmin subyekt hər hansı bir atributa malik olmalıdır. Və yaxud biz daha sadə bir şəkildə fikrimizi ifadə etsək, əgər subyekt mövcuddursa, onun mütləq şəkildə hər hansı bir əlaməti olmalıdır. Və bu fikri biz əksinə də ifadə edə bilərik. Yəni, məntiqi cəhətdən, əgər hər hansı bir subyektin atributu və ya əlaməti vardırsa, deməli, həmin subyekt mövcuddur. Yəni, biz məntiqi cəhətdən burada subyekt deyəndə, yəni bu hər hansı bir hadisənin, fenomenin, obyektin adını ifadə edir. Burada subyekt gündəlik həyatda istifadə etdiyimiz mənadan fərqli olaraq yalnız və yalnız canlı olan obyektləri deyil və yaxud konkretləşdirsək insanı deyil, ümumiyyətlə ad funksiyası kimi çıxış edərək qeyd etdiyimiz kimi bütün obyektləri, bütün hadisələri, bütün fenomenləri ifadə edir. Və bu aspektdən biz çıxış etsək, məsələn, bir nümunə kimi götürə bilərik. Əgər biz desək, tələbə mövcuddur, yəni tələbə burada subyektdir, bu halda tələbənin mütləq şəkildə müəyyən əlamətləri olmalıdır. Tələbə çalışqandır, yəni bu bir əlamət ola bilər. Tələbə tənbəldir, bunun ikinci əlaməti ola bilər. Təbii ki, fərqli bir rakursdan, fərqli bir müstəvidən, yəni eyni zamanda tələbənin həm çalışqan, həm də tənbəl olması təbii ki, mümkün deyildir. Və yaxud biz əlaməti, atributu dəyişə bilərik, qeyd edə bilərik tələbə ağıllıdır, tələbə yaradıcıdır, tələbə, məsələn, hər hansı bir konkret ixtisas üzrə təhsil alandır və s. Deməli, tələbə mövcuddursa, onun mütləq hər hansı bir əlaməti olmalıdır. Və yaxud əksinə, əgər biz desək, tələbə ağıllıdır, bu deməkdir ki, tələbə mövcuddur. Və yaxud biz desək, tələbə çalışqandır, yəni hər hansı bir atributa malikdirsə, deməli, tələbə mövcuddur. İndi bu aspektdən biz çıxış etsək, yəni fikri formal şəkildə ifadə etsək, yəni əgər x mövcuddursa, deməli x hər hansı bir y atributuna malikdir. Yəni x y-dir deyə biləcəyimiz hər hansı bir mülahizə irəli sürə bilərik. Və biz bütün bu qeyd edilənləri, yəni məntiq müstəvisində qeyd edilənləri, x y-dir, x mövcuddur, yəni bu formal dil sistemini Tanrı ilə bağlı olan müzakirə müstəvisinə gətirib çıxarmış olarıqsa, biz burada qeyd etsək ki, Tanrı mövcuddur, deməli Tanrının hər hansı bir əlamətləri olmalıdır. Və əslində hər bir dini sistemdə, hər bir dini fəlsəfi müzakirələrdə, yəni Tanrı sadəcə mövcuddur mülahizəsi ilə kifayətlənmirlər. Yəni hər bir halda Tanrının əlamətlərindən, Tanrının atributlarından biz bəhs edirik. Əgər mən soruşsam Tanrının hansı əlamətləri vardır, yəqin əksər dinləyicilər qeyd edəcək ki, Tanrı yaradıcıdır, Tanrı hər şeyə qadirdir, Tanrı hər şeyi biləndir, Tanrı hamının yaxşılığını istəyən, yəni bağışlayandır, xeyirxahdır və s. Amma bizim diqqətdən qaçırdığımız bir məqam ondan ibarətdir ki, yəni bütün dinlərdə, bütün dini fəlsəfi müzakirələrdə Tanrı bu əlamətlər, bu atributlar ilə
birlikdə təsəvvür edilmir və ya qəbul edilmir. Əgər biz fərqli dini sistemlərə keçid alarıqsa, yəni baxmayaraq ki, onlarda da Tanrı mövcuddur, yəni belə bir mülahizə qəbul edilir, amma orada Tanrı fərqli atributlara malikdir. Əgər konkretləşdirsək, yəni mənim bir qədər əvvəl sadaladığım atributlar yalnız və yalnız İbrahimi dinlərdə, monoteistik, tək tanrılı dinlərdə Tanrının atributları kimi çıxış edir. Yəni bura aiddir Yahudilik, Xristianlıq və İslam. Təbii bunların da arasında müəyyən bir fərqlər mövcuddur, amma indi bizim müzakirə predmetimiz monoteistik, tək tanrılı dinlər çərçivəsində Tanrının malik olduğu atributların müqayisəli analizi deyildir. Məsələn, biz İbrahimi dinlərdən kənara çıxarıqsa, politeistik bir sistemə, çox tanrılı bir sistemə keçid alarıqsa, burada Tanrı yaradıcı deyildir. Tanrı daha çox dizayner kimi qəbul edilir. Yəni Tanrı mövcuddur və Tanrının əlaməti onun dizayner olmasıdır. Məsələn, biz bu yanaşmanı qədim Yunan dinlərində müşahidə edə bilirik. Yəni xristianlıqdan öncəki alim tanrılarına olan inanc sistemində Tanrı yaradıcı deyil, dizayner kimi qəbul edilirdi. Eyni zamanda Hinduizmdə Tanrı dizayner kimi qəbul edilir. Yəni, Tanrının atributu onun yaradıcı olması deyildir. Yəni ilk baxışda sanki Tanrı yaradıcıdır, Tanrı dizaynerdir. Yəni bunlar eyni məzmun kəsb edə bilər, amma bu ilk baxışda belədir. Əgər biz məntiqi cəhətdən hər iki mülahizəni analiz edəriksə, Tanrı yaradıcıdır. O deməkdir ki, Tanrı heç bir şeydən hər bir şey yaradıb. Yəni yoxdan hər bir şey yaradıb. Yəni bu Tanrı yaradıcıdır mülahizəsinin alt qatında dayanan məzmun bundan ibarətdir. Amma adını qeyd etdiyim digər dinlərdə, politeistik sistemlərdə Tanrı dizaynerdir dedikdə, yəni burada heç bir şeydən hər bir şeyin yaradılması ideyası öz əksini tapmır. Yəni dizayner o deməkdir ki, yəni hər hansı bir material daha əvvəldən mövcuddur. Tanrı sadəcə həmin materiala forma verir və yaxud həmin material vasitəsilə nəyisə dizayn edir, nəyisə yaradır, nəyisə qurur. Təqribən bu bənanın hər hansı bir tikilini tikməsinə bənzəyir. Təbii bənna tikinti işləri ilə məşğul olan zaman, yəni hazır maddi elementlərdən istifadə edir. Yəni qum, sement, daş və s. Yəni bunları yaratmır, sadəcə artıq mövcud olan maddi elementlərdən hər hansı bir tikilini dizayn edir. Yəni politeistik sistemlərdə Tanrı mövcuddur ideyası ilə birlikdə Tanrının yaradıcı deyil, onun dizayner olması atributu qəbul edilmiş olur. Bu mənada məsələn Hinduizmdə maddi, yəni formasız materiyanın özü hətta Tanrının mövcudluğunu belə qabaqlayır. Tanrı sadəcə formasız materiyaya, əgər belə demək mümkündürsə, konkret forma verərək maddi sistemi, maddi dünyanı dizayn etmiş olur. Və yaxud biz fərqli bir rakursdan da məsələyə baxa bilərik. Tanrı hər şeyə qadirdir. Yəni Tanrının bu atributa malik olması yalnız İbrahimi dinlərdə müşahidə edilə bilər və yaxud daha çox İbrahimi dinlərə xas olan bir dünya görüş sistemini formalaşdıra bilər. Əgər biz məsələn yenə də Hinduizmə və ya Buddizmə keçid alarıqsa, həmin sistemdə Tanrı hər şeyə qadir deyildir. Məsələn, həmin dini sistemlərdə karmik prinsip, karmanın özü hətta Tanrının özündən belə daha güclüdür. Karma dediyimiz, yəni karmik prinsip dediyimiz bu səbəb-nəticə əlaqələr sistemidir. Ciddi bir determinasiya
prinsipidir. İlk baxışda sanki bu Newton fizikasının irəli sürmüş olduğu ciddi determinizm, səbəbiyyət prinsipini xatırladır. Amma Newton fizikasının determinizmi bu maddi sistemə aiddir, maddi dünyaya aiddir. Amma karma, yəni bu həm maddi, həm qeyri-maddi dünyaya xas olan ciddi determinasiya, səbəb-əlaqə prinsipidir. Və sadə izahı bundan ibarətdir ki, əgər səbəb baş veribsə, nəticənin baş verməsinin qarşısını heç bir faktor kəsə bilməz. Yəni hətta tanrılar belə əgər səbəb varsa, nəticənin baş verməsinə mane ola bilməzlər. Əgər biz bu prinsipdən çıxış etsək, fikrimizi belə də ifadə edə bilərik ki, hətta tanrılar özü belə karmaya tabedir, karmik prinsipə tabedirlər. Və diqqət yetiririksə, bu artıq məsələn İslamda, Xristianlıqda, Yəhudilikdə olduğu kimi Tanrı hər şeyə qadirdir. Yəni bu atributun daşıyıcısı üzərindən qurulmuş olan dünya görüş sistemi ilə ziddiyyət təşkil etmiş olur. İstənilən halda nəyi diqqət mərkəzinə çatdırmaq istəyirəm, diqqət mərkəzinə gətirmək istəyirəm. Yəni biz ayrı-ayrı dinlərdə sadəcə Tanrı mövcuddur mülahizəsindən çıxış edərək, onlar arasında bir paralel müqayisə aparmağa çalışarıqsa, bu məntiqi cəhətdən bir çox hallarda ziddiyyətlərə gətirib çıxara bilər. Deməli, bizim diqqət yetirəcəyimiz məqam, yəni Tanrı mövcuddur. Yəni bu mülahizənin arxasında dayanan digər mülahizəyə diqqət yetirməyimizdir. Yəni Tanrı nədir? Əgər Tanrı mövcuddursa, o nədir? Yəni biz əgər Tanrının mövcudluğunu qəbul ediriksə, onu hansı atributlar ilə birlikdə qəbul etmiş oluruq və ya hansı atributlar ilə birlikdə təsəvvür etmiş oluruq. Deməli, əgər biz atributlara diqqət yetirməsək, sadəcə Tanrı mövcuddur mülahizəsindən çıxış edərək, müxtəlif dinlər, müxtəlif dünya görüş sistemləri, müxtəlif dini fəlsəfi sistemlər arasında paralellər apararıqsa, yəni bu məntiqi cəhətdən qeyri-düzgün analizin aparılması ilə nəticələnmiş olar. Bu gün də müzakirə etmək istədiyim məsələ bundan ibarətdir. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram.